Salam, hər vaxtınız xeyir olsun. Hörmətli YouTube kanal izləyicilərimiz, TikTok izləyicilərimiz. Xırdalan şəhərin tam mərkəzində, Qrand Marta yaxın bir binada, hündür mərtəbəli binanın 15-ci mərtəbəsində, üstündə də yaşayış var, 16 mərtəbəli binanın 15-ci mərtəbəsində. 86 kvadrat, gözəl bir mənzil çıxıb satışa, çıxarışlı mənzildir, kupsası əldədir, ipotekaya yararlıdır. Qonaq otağını görürsünüz. Qonaq otağından balkona çıxış da var. Gördüyünüz kimi. Birbaşa prospektə baxır. Elektronik avadanlıq çıxmaq şərti ilə bütün əşyalar qalır. O elektronik avadanlıqların qalmağını da razılaşmaq olar. 86 kvadratı orijinal 2 otaq, hamam, tualet razdelini ayrı-ayrı. Bu mənzilin xüsusi həvəskarları var. Proyektdə heç bir dəyişiklik olmayıbdır. Elektronikadan savayı nə videoda, nə görürsə bütün əşyalar qalır. Bura bunun qonaq otağıdır. Giriş hissəsini görürsünüz. Bütün otaqların qapısı xola açılır. Ən böyük üstünlüklərdən biri odur ki, hamam tualet razdelinidir. Özü də çox böyükdür. Həqiqətən buranın hamam tualet bir yerə salıb bu evi 3 otağa periodika eləyənlər də var. Bu ayaq yolusudur, böyük, xoldur. Xolda solda hamam otağıdır. Gördüyünüz kimi çox böyükdür həqiqətən. Hər ikisi eyni razmerdədir. Hamam tualet razdelinin mətbəxdə də öz yerində. Bütün əşyalar qalır, elektronika xaric. Gözəl, normal təmirdir. Bir-iki dənə aboy məsələsi var burada. Endirim orada olacaqdır, nəzərə alınacaqdır. 86 kvadrat kupsalı hamam tualet razdelini bir mənzil, 16 mərtəbəli binanın 15-ci mərtəbəsi. 2 surətli Sigma, orijinal Sigma lifləri var. Çox gözəl lifləri var. Generatoru var. Liftdə qalmaq söhbəti yoxdur. İşıq sönərsə əgər, məsəl üçün, generator dərhal xodlanır. Burada da bütün avadanlıqlar, bütün nə mebeli görürsünüzsə qalır. Birbaşa Heydər Əliyev prospektinə baxır. Xırdalanın tam mərkəzli, Qrand Marta çox yaxın bir yerdədir. Patologda əl işləmələrini görürsünüz. Orijinal 2 otaq istəyənlər üçün ipotekaya da yararlıdır, kupsa əldədir. İndi sizə mətbəxti göstərim və balkonu göstərim. Burada bunun mətbəx hissəsidir. Mətbəxdə də elektronika xaric, bütün avadanlıqlar, bütün mebel qalır. Elektronikadan savayı. Amma yenə deyirəm, elektronikada qala bilər, razılaşmadır. 86 kvadrat kupsalı 135 min manat start qiymətdir. Real alıcı ilə ev sahibi razılaşmaq ehtimalı var, elə deyir. Gördüyünüz kimi çox gözəl, ürək açan bir mənzildir. Burada bunun balkonudur. Mətbəxdən balkona çıxış var, qonaq otağından da balkona çıxış var. Kondisioner, kombin şkafı. Birbaşa Heydər Əliyev prospektinə baxır. Məktəb, bazar. Sizin də satışda eviniz, mülkünüz varsa, linkdə qoyulan nömrəyə müraciət edin, satışda sizə yardımcı olaq. Bu günə bu qədər, sağ olun.